ikinci nümayəndəsi. Qədim Yunan filosofu, uşaqlar bunun haqqında danışırsınız. Qədim Yunan filosofu, klassik Yunan fəlsəfəsinin ikinci böyük şəxsiyyəti. Sokratdan sonra ikinci adam oldu. Geç. Mən bu qədər. Elə səbəbdən bunu mu demək istəyirsən? Mən Allah sənə kömək olsun. Mən həyat haqqında danışıram. Dedi, və mən nə etmişəm? Həyat haqqında qısa danış. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmişdi. Orada yaşayıb yaratmışdı. Platonun atası Ariston Attika çarı Kondurunun anası ilə Afinalı istinadçı Solunun nəslindən idilər. Ayşə, qısa. Platonun Qısa. Çar nəsli. Ay bir dayan. Platon adında iki qardaş var. Platon Abi mənim səsimi eşitmirmi? Deyirəm dayan. Uşaqlar, bax qulağınızda ısırıq edin. Platon çar nəslindən olubdu. Elə belə sıradan bir ailə olma, aristokrat ailədən olub. Dalını keç. Platonun Adimant və Qlavton adında iki qardaşı və Platon adında bacısı var idi. Platon. Aha. Platonun ilk müəllimi Qrateles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır. Bax uşaqlar, qulaq asın. Qulaq as. Platon. Hə, yaxşı danış, mən göstərəcəm uşaqlara. Diogenes Leturnasına görə Platonun əsl adı Aristokl idi. Aha. Platon Yunan sözü olub, Plata genişlik adını isə ona Sokrat vermişdir. Gördün değil mi? Ancaq bu rəvayətin elimizin dövründə uydurduğunu iddia edənlər də var. 389-cu ildə Sokratın ölümündən sonra Platon çoxlu səyahətlər etmişdir. Siciliya adasında olarkən orada təsəvvür etdiyi ideya dövləti qurmaq niyyətində olmuşdur. Onun dünya görünüşünün formalaşmasına qədim Misir elmi mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir. Çünki Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya... Hadi dayan, bir yavaş. Uşaqlar, keçən dəfə danışdım, özgə kim getmişdi Misirə? Əsmər kim getmişdi? Siciliya və Cənubi... Yox. Əsmər kim olubdu keçən? Əsmər kim olur? Uşaqlar, keçən dəfə də danışdım. Pifagor 20 yaşında gedir, 52 yaşında bir ana 52 yaş, 32 ildən sonra bir beli bükülmüş bir ana gəmidən oğlun düşüb gəlməyini gözləyir. Gedir Misirə, Misirdə Mefs şəhərini İranlılar məğlub eləyir Misiri məğlub eləyəndə o İranlıların əsir düşür. Gedir Bağdadda da orada kahinlərdən dərs alır. 52 yaşında Yunanistana qayıdır. Böyük bir filosof olaraq. 20 yaşında bir cavan oğlan sizdən 5-6 yaş böyük. Gedir 52 yaşında yaşlı bir adam kimi gəlir. Platon da görsən o da gedir Misirdə kahinlərdən dərs alır. Mənim sonra gəlir mən burada universitet qurur. Sonra akademi açır. Hə, keş görüm. Oxu da nə edir? Dalçına keçirməli. Çox mu da yazırsın? Hara gedirsən? Böyüdü bir yerdə oturdan. Allah sənin, bu qaniyir, bu şu. Sən konkret neçə cümlən qalıb? 5-6 cümlə ilə bitir. Çox uzun eləmə, şoxlar da. Mənim bir-iki dənə cümləm qaldı. Platon bir zamanda Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya səfərlər etmişdir. Orada olarkən Eala məktəbinin və Pifagorcuların təlimləri ilə də tanış olmuş, sonra isə öz fəlsəfəsini, fikirləri ilə çıxış etmişdir. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya adlanan bir məktəb təsis etmişdir. İndi fəlsəfəsi haqqında da danışayım müəllim, bir-iki cümlə. Fəlsəfəsi haqqında deyim. Platon öz fəlsəfəsində əsas
diqqətli ontoloji varlıqlarla bağlı məsələlərə, eləcə də dövlət və cəmiyyət problemlərinə yönəlmişdir. Aha. Sokratın ideyalarını davam etdirərək o, sofistlərin iddialarına qarşı çıxmış və obyektiv biliyinin əldə edilməsini mümkün hesab etmişdir. Ay sağ ol. Onun əsas fəlsəfəsi uşaqla dövlət və cəmiyyət haqqındadır. Dünənə sırahənə kimi yenə öz aktuallığını saxlayan fəlsəfədir. Biraz yenə də deyirəm, müəlliminin sofistik cəryanına uyğun hərəkət eləsə də, müəllimin Sokratın fikirlərinə, düşüncələrinə, amma o Sokratdan dərs alsa da hər bir filosof öz müəllimindən dərs alır, amma özünün yeni bir ideyasını, düşüncəsini yaradır. Müəllimlərin əksəriyyəti də, tələbələrin əksəriyyəti də müəllimlərlə yeri gələndə razı olmur. O da Sokratdan, Sokrat deyir ki, insan bir tüksüz heyvandır. Tüksüz bir, bu da gedir, hansı bilmirəm, alimin biri, filosofun biri, gedir bir dənə xoruzun tükünü yolur, gətirir, deyir, Allah, bax, bu da sənə tüksüz bir heyvan. İnsan tüksüz bir heyvandır. Yəni ki, bəzən fikirlərində təzadlar olur, bəzən bir-birinin fikrini qarşı çıxırlar, səhvlərini çıxardırlar. Bu da fəlsəfənin bir tərəfi, bir gözəlliyi. Bax, Pifagori bildiniz. İndi sonra İsmail danışsın. Olsun, çox sağ ol, təşəkkür edirik. İsmail danışsın, İsmaildən lap axırda yekunlaşdıracaq fikrimizi. Görəm özgə kim nə yazır. Sonra Pifagora keçək. Ben Pifagor. Hə? Ben Pifagor hakkında yazdım. Oxuyacaqsın. İsmail, biraz buradan tut. Ama ne olar? Bu başınız buradan görünür. Ekranı düzeltin. Ha. Peki. Ben karşıma indi Platon hakkında. Peki. Pifagor yoksa Platon? Platon. Danış Platon'a qulaq asır. Pifagor haqqında qulaq asır. Eramız əvvəl 427-ci ildə Yunanistanda Atina doğulub. Və o Sokrat öləndən sonra Misirə gedir və bəzi ölkələrə gedir. Ondan sonra yurduna geri dönəndə mən Atinaya. Orada da ilk üniversiteti o qurur. Akademiya qurur. Sonra? Mən elə bu qədər yazmışam. Bu qədər. Tamam. Özgə kim əlavə eləyə bilər? Uşaqlar, kimsə əlavəsi var, yoxsa yox? Ben danışım Pifagor hakkında. Yox, Pifagoru sonra danışacaqsınız. Bütün dərsimiz Platondur, amma Pifagordan danışarsınız. O da narahat olmayın. O da yaxşı bir xüsusiyyətdir ki, eləyəcək. Herhalde onu keçmişik. Biz onun haqqında əlaqə. Bax, uşaqlar, buna fikir verirsiniz bu kitabın burasına. Oxuyun, görürsünüz. Burada nə yazdıqlar? Demodok, Sokrat, bir də Faiz. Kimin əsəridir? Bu uşaqlar. Platonun əsəridir. Bu Platon öz Sokrat haqqında elə bil ki, diyaloglar yazırdı. Elə bil ki, müəllimi kimsə söhbət eləyir. Bir filosoflarla söhbət eləyir, danışıqlar aparır. O elə bunu öz əsərini elə yazırdı ki, sanki öz müəlliminin xarakterini, düşüncəsini bu əsərlərdə yansıdıb. Sokratın haqqında yansıdıbdır. Biz Sokratı Platonun aforizmlərindən tanıyırıq. Bir də Sokratı əbədiləşdirən onun haqq yolunda ölümüdür. Yəni, o ölüm şərbətini qaçmadı, içdi. Ölümdən qaçmadı. Yəni, öz filosofuna, fəlsəfəsinə, düşüncəsinə, adına layiq hərəkətlər elədi. Onu bu qədər məşhurlaşdıran, onu bu qədər dəyər sahibi edən həm filosofların atası olmasıdır, həm də bir öz fəlsəfəsinə uyğun hərəkət eləməsi. Mən Platon haqqında sizə əlavə bəzi xırda detallara toxunacağım. Bu bizim yoldaşlar, şagird yoldaşlarımız hamısı danışdı onun haqqında. Dedi ki, Çar ailəsindən olubdur. Sonra, amma Platonun başqa tərəfləri də olubdur. Platon yazar olubdur. Poema yazır, şeir yazır. Ona deyirlər ki, sən bəs şeirlə də, sən şeir yaz, poema yaz. O da deyir ki, mən poeziyada Gülüş xala kimdir? Bu Gülüş xala lingi açmaq olmur. Kimdir? Uşaqlar, kimdir? Salam, kimdir bu? Bu kimsə gəlmək istəyir bizi. Qoyun görüm.
Cəfər, mən axı dərsdəyik, necə açaq buna dərsi? Mən nə eləyim? Tamam, qulaq assın da, şərt odur ki, dərsdə girsin. Qulaq assın. Vaxt yoxdur, hər dəfə bölə bilmirəm. Gərək onu Həsən hə. Deməli, bu deyir ki, mən poeziyada, mən roman yazmaqda, şeir yazmaqda birinci olmaq, ikinci olmaq istəmirəm. Platon olaraq birinci olacağam. Yəni həqiqətən də Platon olaraq birinci olur. Təsəvvür uşaqlar. Siz biraz böyük yaşlara gedəndə görəcəksiniz ki, 2500 ildən sonra Platonun cəmiyyət və demokratiya, quruluş haqqında dedikləri birə-bir hamısı yerində oturur. O qədər bu insanlar dünya görüşü. Biz bugün xırdalıqlarla düşündüyümüz halda bu adam qeyri-adi bilgilərlə, fəlsəfə ilə hərəkət edirmişlər. Bunların haqqında qısa danışaq. Bunun elə yerlərini oxuyaq ki, icazəsi əlində olmaz. Hə, bunu keçmişik bütün mütəbbiyyətdən özündən əvvəl. Bunun fəlsəfəsinə çox girməyək. Filosofların böyüklüyü və onun ardıcılları, pərzişkələri məlum olur. Əgər Aristotelin və ya Hegelin bu ayrağı altında çox dərinlərə girməyim uşaqlar. Beləliklə ilk Platon dialoqu bizim bizdə tərcümə işini Aristotel, Marksizm, Lenin, Platon fəlsəfəsinin dərin qatlarına baş verir. Uşaqlar, çox dərin mövzulardır. Mən bunu artıq girə bilməyəcəm. Deməli, qədim Yunanistanda müdriklərə və müdriklik edənlərə sofist deyirlər. Filosof özü də həmin sözdəndir. Orada hər üç nəfərdən biri sofist idi. Yazan və yazmayan bu sofistlərin yalnız adlarının sahəsi bugün qalın bir kitab təşkil edərdi. Deyil, Yunanistandakı filosofların adını deyib yazsaydın, bir dənə qalın kitab çıxartmaq olardı. Amma öz xüsusi məktəbini açıb yüzlərlə şagirdi olanlar Pifagor, Platon, Aristotel və Epikürdür. Pifagor yazmayan müdriklər zümrəsinə daxildir. Epikürün də çox az şey qalır. Beləliklə, antik fəlsəfənin iki nəhəngi 22-23 ildir ki, iki möhtəşəm duha, iki nəhəng dağ kimi üz-üzə dururlar. Həm də rəqib kimi. Çünki yaratdıkları nəinki formalca, həm də məzmunca başqa-başqa idilər. Uşaqlar, başa düşdünüz nə dedi? Deyək ki, Yunanistanda yüzlərlə, minlərlə filosof olur. Bəlkə də deyir, onların adlarını yıxsam, bir dənə qalın kitab olardı. Amma deyir, bunların içində ən öncəliyi iki dənə nəhəng, 22-23 əsrdir. Qarşı-qarşıya durur, iki dənə nəhəngin üstündə əsas bunlar yetişirdi. Bunlardan biri kimdir? Aristotel, qulaq asın. Marksist, Leninizm, totalizmin bütü kimi, Platon isə nifrət edirlər. Yəni, sosialistlər, kommunistlər o vaxtda Aristoteli tuturdular. Söhbət kimin hansı cərəyanda olmağından asılı deyil. Onlar özlərini bir ideologiya dayaq tutmaq üçün birbaşa o antik Yunan filosoflarından birini özlərinə arxa dayaq kimi götürürdülər. Çünki onların istədikləri kimi deyildi. Buradan da hər iki filosofun əbədi dərinliyi barədə düşünmək olar. Biz Platon fəlsəfəsinin dərin qatlarına baş vurub mahiyyətlərini açmaq fikrində deyilik. Yəni, bizə aid deyil, çox həddən artıq dərin insandır. Bu onu dərindən sevib tədqiq edən peşəkarların işidir. Yəni, bu o ixtisası, o sahə ilə məşğul olan filosofların işidir. Bizə aid deyil. Bizim ona gücümüz çatmaz ki, onun nə dediklərini açıqlaya bilək. Sadə dildə desək, Platon şeylərin özündən deyil, onların ideyasından, mənasından bəhs edirdi. Şeylər deyəndə həyatdakı qarşılaşdığımız bütün nəsnələr haqqında, bütün nəsnə də gözlə gördüyümüz nə varsa onların haqqında. Bu ideyalar isə dəyişməz, tərpənməz və əbədidir. Bu filosof nəsnələrin özünü əsas saymayıb onların ideyasını, yəni mənaca üstünlük verirdi. İdealizm elə budur. Yəni ki, elədir ki, Platon Allaha inanırdı, nəsə bir yaradıcılığa inanırdı, arxa tərəfində olan elələrdi. Amma Marksist da, Aristotel də görünənə inanırdı. Ona görə də siz mənim profilə qoyduğum şəkili görürsünüz, dinin mənasını. Əllərində fikir verirsiniz. Birinin əli yuxarıdır, birinin əli aşağıdır. O şəkildə hər bir şeyin mənası var. O gələndə o şəklin isə açıqlamasını verəcək. Müdürlük Akademisində
o şəkil möhtəşəm bir yerdə durur və o şəklin açıqlamasını verəcək. Ona görə müəllimləri də olsa bəzən bir-birindən ideyalarında fərqlənirdilər. Nə mənada? Onun da bir gözəlliyi ondaydı ki, kim həqiqəti harda görürsə, onun arxasınca gedirdi. O demirdi ki, yox, mənim müəllimim mənə acığı tutar, mən bunu deməyim. Yox, o deyirdi ki, bu həqiqətdir, mən bunu deməliyəm. Bax, burada deyirlər ki, Aristotel deyirsən, yanılmasan deyir, Aristotel Platona deyir ki, Platon mənim müəllimim olsa da, Platon mənə əzizsə, həqiqət ondan da əzizdir. Yəni, mən çox istəyirəm Platonu. Çünki uşaqlar, onlar bilirdilər ki, bəşər insanlardır. Ona görə onlar bilirdilər ki, bəşəriyyət onların bilgisini araşdıracaq, arayacaq. Ona görə hər kəs həqiqi görmək istədiyini, həqiqi qəbul elədiyi haqqında qərarında qəti idi. Başa düşürsünüzmü? Ona görə onların fərqliliyi başqa idi. Ona bugün Platon haqqında çox da belə danışmayayım. Çünki çox Platon fəlsəfəsinin ikinci orijinal xüsusiyyəti onun üslubu, forması və dilidir. Bu mənada fəlsəfə tarixində tamamilə əlahəddə bir hadisədir. Əksəriyyəti dialoq mübahisələr şəklində yazan. Bax, görürsünüzmü? O Sokratı başqa bir filosoflarla dialoq şəklində. Sanki onlarla danışarmış kimi yazır ki, onlarla söhbət edir. Təsadüfi deyil ki, Platonun fəlsəfənin şairi hesab edilir. Çünki əvvəlcədən poeziya ilə məşğul olub. O poetik dili orada özünü göstərir. Aristotelin əsərləri əlbəttə çox-çox məhdud sayılı oxucular üçündür və bu heç də onların dərinliyini görə deyil. Sadəcə onlar forma və ifadəsi tərzində. Aristotel o qədər dərin bilgili adam olub. Baxın, bir dəqiqə, mənim kitabı buradadır. Onun bir dənə kitabı var. Onu görün buradadır uşaqlar. Onun bir dənə kitabı var. Kitaba bilməyəcəm. Bu da onun yeri deyil. Onun bir dənə kitabı var, uşaqlar. Onun filosoflar, alimlər belə izah verə bilmirlər. O kitabı gərək axtarım, tapam, 3 saat onu axtara bilmərəm. Gərək onu vaxtında çıxardasan, onu tapanmaram. Bir dənə kitabı var uşaqlar, Metafizika. Onun bir dənə kitabı var, Metafizika adında kitabdır. Fizika ilə qarışacağı yoxdur. O kitabı heç alimlər belə açıb izahını verə bilmirlər. İzah verə bilmirlər. Oxuyan hər adamın gücü çatmır ki, o kitabın açıqlamasını gör. Bu adam o qədər itiraf edib bilir ki, bunu şagirdi Aristotel 450 dənə kitab yazıb. Dənizin dibindən tutmuş bütün kainatda ola biləcəklər, təsəvvür edəcək hər şey haqqında yazıb. Və buna deyirlər ensiklopediya, onun kitablarının çoxu gəlmiş. Ona görə bu üç alim bəşəriyyətin ən fəlsəfənin dayaq nöqtələri hesab olunur. Mən elə hesab edirəm ki, sabah da biz gələn dəfə də Aristotel haqqında danışacağıq və hələlik bizim az-çox bunun haqqında məlumatımız olsun. Bunlar kimdir? Qısa. Fəlsəfəsi haqqında yavaş-yavaş gələcəkdə danışacağıq. Çünki bunlar sizə lazım olacaqdır. Və bunları oxuyan, bunların haqqında məlumatı olan, dialoqu haqqında olan adamlar inanın ki, həyatı başqa tərəfdən görürlər. Bunun haqqında aforizmlər azdır. Əsas bu Platon haqqında yazır, müəllimi haqqında yazır. Ona görə də bugün mən belə hesab edirəm ki, bu çox danışmayayım. Gələcəkdə daha geniş danışacağıq. Bugün Pifagor haqqında yazanlar oxusun. Hər halda keçmişik, onun da haqqında məlumatımız var. Bayram keçsin. Bayramdan sonra da bayram oxusun, bayramdan sonra Əsmər oxuyar. Pifagor rəqəmlərin əsas insandan və Pifagor riyaziyyatçı olmaqla yanaşı həm də filosof idi. O da bəzi dahilər kimi obsessiv xəstəliyi var idi. Obsessiv xəstəliyi var idi. Bu xəstəlik onun fikirlərinin tamamilə doğru olduğunu düşünməyə vadar edirdi. Pifagor rəvayətə görə Pifagor rasional ədədlərin varlığını qəbul etmir və Pifagor kökaltı 2-nin rasional olmadığını sübut etmişdi. Məşhur riyaziyyatçı
Mən tarixdə ilk qeydə alınan vegetarian olmuşdu. Aha, Və mənim deyilənə görə mənim o öz tələbələrini də vegetarian fəlsəfəsinə qəbul etdirmişdi. aha. Mən bir Pifaqorun düşmənləri mənim onun ölümünə lobiya səbəb olmuşdu. Yəni bir gün o düşmanları evini yandıranda, Pifaqor qaçmaq istəyəndə lobiya toxum girmişdi və orada müəllim lobiya elə bir toxum əkilən yerlərə ayaq basmaq olmaz işarəsi var idi. Pifaqor da müəllim həmin mənim işarəyə uyğun olaraq dayanıb və ölüb. Yəni mən bir lobiya tarlasını mənim ona ölümünə səbəb olub. Yox, mən o haqda oxumamışam, amma onun İtaliyada məktəb açdığını, orada təqib oldu. Orada fəlsəfi gələn adamların hamısında belə onlara Aristoteldə, Platon belə rahat ölübdü. Amma birislər hamısı acınacaqlı olub əksəriyyəti. Çox sağ ol Bayram. Bir də zəhmət olmasa, Əsmər, sən də görümlə danışa bilərsən. Mən Pifaqor eramızdan əvvəl 6-cı əsrdə yaşamış qədim Yunan riyaziyyatçısı və filosofudur. O əsasən Pifaqor teoremi. Rahat otur, da nə? Sakitcə otur, bax. O əsasən Pifaqor teoremi ilə tanınır. Bu teori düzbucaqlı üçbucaqlar üçündür. Pifaqorun müəllimləri Ferekid, Sirakuzi, Anaximander, Thales, millətli Thales olmuşdur. Anası Pifais olmuşdur. O Sami adasında yaşayırdı. Atası isə Mnesiyarx, o zərgərlik ustası olmuşdur. Pifaqorun atası zəngin və nüfuzlu bir şəxs olmuşdur. Pifaqor təkcə riyaziyyatçı deyil, həm də filosof, musiqişünas və mistik düşüncəyə sahib bir alim idi. Hətta Pifaqorçu musiqi nəzəriyyəsinin əsasını qoymuşdur və Pifaqorçular qardaşlığı adlı bir məktəb tikdirmişdi. Çox təəssüf ki, uşaqlar, çox təəssüf ki, o filosofların bizə az bir hissəsi gəlir çatır. Mən sizə bu kitaba baxın uşaqlar. Bax, bu kitabın bu hissəsi, fikir verirsiniz, bu Yunan filosoflarıdır. Hamısı. Bu kitabda ən çox səhifə tutan Yunanlardır, Almanlardır. Ən çox filosofları olan Alman filosoflarıdır, bir də qədim Yunan filosoflarıdır. Yəni, belə eləyək. Bugün mən sizə Yunan filosoflarından 69, bunların içində 7 dənə böyük filosof var. Onların haqqında danışaq, qısa danışmayacağım. Sadəcə onların 79 əsərlərindən oxuyaq. Qədim Yunan filosoflarından Biantdır, eramızdan Biant. Bunların içində ən böyük 7 dənə əsas filosoflar sayılır, 7'lik onlardan danışacaq. İndi uşaqlar, bax, mənə sual verirəm sizə. Bir-bir bunların haqqında bunların aforizmləri haqqında deyəcəm və siz onların haqqında analiz yürüdəcəksiniz. Filondur, eramızdan əvvəl 700-cü ildə yaşayıb, 620-ci ildə də ölübdür. Bu, deyir ki, belə bir söz yazır, görünəkəlik. 2500 il bundan qabaq yazıbdır ki, toyu təmtəraqsız eləyin. Uşaqlar, bu nə deməkdir? Kim nə deyir? Bir açıqlama verir də. Bayram, açıqlama verir, bu nə deməkdir? Deyir, toyu təmtəraqsız elə. Toyu təmtəraqsız elə. Yəni, müəllim. Kim nə deyə bilər? Deyə bilərsən, deyək ki, yaxşı sən keç. Bayram, sən deyil. Ben çox adam olmasın, sadəcə elə bir şeydir mənim. Bilirsən nətərdir? Biz belə şöhrətpərəst millətik də. Biz xoşlayırıq ki, görüntü yaradaq, hamı bizi görsün, belə. Amma heç vaxt bir ailənin sağlıq olsun, siz biraz böyüyəndə bu ailə məsələlərindən bağlı da bizim dərslərimiz olacaq. Bilirsiniz, bizdə belə bir xüsusiyyət var ya. Bir oğlanla bir qız evlənəndə biz fikirləşmirik ki, bunları bir göndərək, məhkəmələrə göndərək, keçsin bir maraqlansınlar, görsünlər ki, bu ailələr niyə boşanır? Gələcəkdə onlar da bunları görəcək axı. Bunlar görsün ki, ailə, çünki Azərbaycanda ailə quranların yarısından çoxu boşanır.
Bu dəqiqə yarıdan çoxu boşanır. Bunlar biz fikirləşmirik. Toy qıranda elə restoranı fikirləşirik ki, qulaq batan stolun üstündə çoxlu yemək içmək, lazımsız yeməklər. Toyda da elə udarnik elə vurur ki, elə onu görürsən ki, qulağının pərdəsi darmadağın oldu. Çölə çıxanda elə bir ki, ilan kimi o tərəf bu tərəfə gelirsən. Yəni, o vəziyyətə salır səni, toydakı o səs-küy. Bu da deyir ki, toy təmtəraqsız elə. Əslində qalsa mən sizə bir söz deyim də. Bəylə gəlin kukla diyor ki, gedib orada oturaq. Bu gəlir şəkil çəkdirir, o gəlir şəkil çəkdirir. Bu toy bəylə gəlini toydur. Qardaş, bu toyda bəylə gəlin bu gözəl gününü yaşamalıdır. Düz deyil. Gün bunların günüdür. Bunlara bir sadə bir toy olmalıdır ki, bu toy adını bunlar çıxarsın. Mən əvvəlki videolarımda paylaşmışam. Azərbaycan toyunda, Alman toyunda. Alman toyu gözəl bir təbiətin qoynunda. Yalnız öz ailə üzvləri, yaxın qohumlar, dostları, onların dostları, qızları da yiyir, içib şənləri özləri üçün. Bizim toyumuz da Allahın belə bir bəlasıdır. Toydan sonranın dava qırğını da Allahın bəlasıdır. Hamı bir-birini qırır, yola getmir. Başa salmaq olmur ki, ay başına dönün, bu oğlanla bu qızın ailəsidir. Çəkin olun, qıraqda qoy, geçsin özləri üçün yaşasın, dolansın. Nə istəyirsiniz bunlardan? O da bir de, cehiz də qırğındır, qızıl almaq da qırğındır, hər şeyimiz qırğındır. Boşananda da qan qırğındır sonra. Başa düşürsünüz mü? Yəni, bu da deyir ki, toyu təmtəraqsız eləyir. Hani bir eləyin ki, bunlar bir pişsin, bir bəlli bir yaşa çatsın, özləri tanısın, ailə olsun. Bu filosoflar elə belə demir, uşaqlar. Bu ailə üçün məsələlər həmişə mövcud olur. Bax, fikir verirsiniz. Burada deyir, rəisliyi öz evində öyrən. Nə deməkdir bu? Mükəmməl bir fikirdir. Nə deməkdir uşaqlar? Rəisliyi öz evində öyrən. Rəis. Hə? Rəisliyi öz evində öyrən. Nə deməkdir uşaqlar bunlar? Hə? Yəni, bax, Allah qismət eləsin, hamınız ailə başçısı olacaqsınız. Demək istəyir ki, sən artıq özünə evin rəisi kimi, rəisliyi orada aparın. Kərtu deyir ki, əlimdə qılınc kəs, vur, yox. Yox, elə şeylər lazım deyil. Yəni, sən danışığınla, tonunla, ağır oturmağınla, batman gəlməyinlə, dilin, sözün yerini bilməlisən, danışığını bilməlisən, hərəkətini bilməlisən, qərarlarını bilməlisən, ailənin ağırlığına aparmalısan. Özünü elə aparmalısan ki, hamı sənə hörmət edir, ailənin kimi. Evləndiyin qız da sənə hörmət eləməlidir. Getdiyin oğlan da sənə hörmət eləməlidir. O kriteriyaların hamısını gözləməlisən. Bizimkilər yoxa gedən kimi qırğın demək, pərdə açıldı, bir-birini qırırlar. Bu buna ona, qutardı. Ondan sonra orada xətir hörmət qalmır, səmiyyət qalmır. Ona görə deyir ki, ailənin başçısı ödə səmiyyəti, ödə birinci rəisliyi orada yaratmalısan. Məntiqlə, ağılla, düşüncə ilə söz hökmü olmalı. Bu elə-belə bir deyim deyil. Sonra deyir ki, qəzəbini boğ. Çox möhkəm bir, gözəl bir ağıllı fikirdir. O qəzəblə duran adam peşmançılıqla oturur həmişə. Səbirlə gözləməlisən. O demək deyil ki, sən qarşılaşdığın hadisələrə qarşı laqeyd olmalısan. Yox. Sən qəzəbini boğmalısan. Ağıl. Kimsə bağla, kimisə şey açıqdır. Açmayın. Açmayın heç ayı. Səbirli olmaq lazımdır ona görə. Aha. Səbirli olmaq lazımdır. Səbirli olmaq lazımdır. Həmişə belə tələskənliklə dediyin son səni peşmançılıqla otuzdurur. Əvvəlcə əsəb keçirirsən, bir sıxıntı yolda yaşayırsan. Sonra peşmançılıq keçirirsən, ikinci acı yolda yaşayırsan. Ona görə uşaqlar heç kim birdən belə qəzəbini boğmaq kimi bir xüsusiyyətə sahib olmur ki, heç kim. Bilirsən, onu məntiqlə dərinliyə gedib düşündükcə, onu həyat praktikında nəzərdən keçirdikcə görürsən ki, hə, bu yaxşı nəticə verir. Yavaş-yavaş, bayaq ki, mən sizə dedim, ki, dünən dedim Sokratın sözünü, Aristotelin sözünü, əməl əkərsən, vərdiş biçərsən, vərdiş əkərsən, xarakter biçərsən, xarakter əkərsən, talib biçərsən. Ona görə insan gərək xasiyyətinə, xarakterinə aid olan gözəl xüsusiyyətləri, insana aid olan tanımalıdır ki, onları tanıyandan sonra uşaqlar bizim üçün birdən-birə ona oturmaq çətindir. Səbəbini deyimləyək. Çünki ailələrimizdə, açıq danışacağım, istədiyimiz o səviyyə olmayanda, o münasibətlər olmayanda o bizə yansıyır. Və bizim də mən 6-cı sinifdən uşaqları niyə götürürəm? Niyə deyirəm ki, mən 6-cı sinifdən? Çünki yuxarı uşaqlara girmək olmur. Hamı xarakterini formalaşdır. Ona görə də ailələrlə geri gələndə danışıram ki, mən üçün uşaqlarınızla işləyirəmsə, ailə üçün münasibətlərimizi düzəldin.
Ona da uşaqlar, bax bu qəzəbi boğmaqdır, sağlam münasibət bildirməkdir, həyatdakı hadisələri tanımaqdır. Hətta ailə uşaqlarını görürəm ki, çoxunda indi görürəm ki, ailə içində problemlər yaranır, o travmaları uşaqlar götürür. Ailədə ata-ana yola getmir, boşanmalar olur, ata-ana itirməklər olur, qazanmaqlar olur. Kim qaynatasından qırğındadır, kim qaynənəsindən qırğındadır. Yəni bu içindəki çəkişmələr, itirmə o uşaqlara zərbəsini vurur. Heç kim də bilirsiniz nətəridir. Hamı da bilirsən nə eləyir uşaqlar. Hamı da gətirir meydanın ortasına, elə bir döyüş meydanı olur da. Boksyorlar döyüşmür. Ringin ortasına uşaqları qoyurlar. Hamı özünü bilirsən, uşağı qoyur ortaya, hamı özünü müdafiə keçirir, hamı öz sözünü kimi. Amma xəbərlər olur ki, uşaq zədələnir. Plan gələcəyi zədələnir. Ona görə valideynlər bu məsələlərlə bağlı bilmirlər. İnşallah Allah bizə gözəl bir yolçuluq eləsin, salamatlıq eləsin. Bunların hamısını yavaş-yavaş dörk edəcəm. Gələcəkdə siz şəxsiyyət olaraq bu xüsusiyyətləri götürdüyünüzsə, ailə içi münasibətlərdə sağlam və düzgün hərəkət etməyi, sağlam qərar verməyi öyrənəcəksiniz. Bugün mən girişləri yavaş-yavaş edirəm hər sahədən biraz. Çalışıram filosofların həyatında, danışıqlarında bunları sizə çatdım. Buna görə sizin xarakteriniz, özünüz öz xarakterinizin üstündə elə işləməlisiniz ki, mən sevirəm nəyi? Öz-özümlə tək qalmağı. Çünki kim tapım? Ətrafında bir müdürü, ağıllı bir insan yoxdur ki, gedəm oturum ona qulaq assam, o da mənə bir məsləhət versin. Əyəcim, gedir bu kitablara girirəm, məcburam da tək olum, onları kitablarla analiz edim. Çünki bəzən görürsən ki, adama öz səhvlərini deyən adamlar azdır. Əksəriyyətimiz də bilirsiniz nə eləyirik? Cəmaət içində xoşlayırıq ki, kimisə təhqir edir. Çəkib qırağa bir ağıllı adam demək ki, sən bəlkə filan yerdə səhv eləməyəsən. Biz də belə bir məxluqadıq ki, çox çətin götürürük. Hətta bizə sağlamı deyəndə belə biz onu qəbullana bilmirik. Gedirik, səhv eləyirik, ya onu Allah bizə bir möhlət versə, ya o səhvimizi düzəldirik, ya da elə gedə-gedə gedirik. Ona görə də uşaqlar, xarakteri və xüsusiyyətinizə aid müsbət keyfiyyətlərin götürülməsi sizin gələcəyinizi bəlli bir zərurətləri kənara qoymaqla, zərurətlər bizdən asılı deyil, oradan nə olacaqsa Allaha məxsusdur, biz bilə bilmərik. Amma ağlımızdan asılı ola biləcək hərəkətlərdə düzgün qərar verməyi bu müdürlük akademisində Allah qismət eləsə yavaş-yavaş bir yerdə öyrənəcəyik. Başa düşdünüzmü? Və siz onun həyatda dadını yaşayasınız, nəticələrinin gözəlliyini yaşayasınız, üstə gəl biliminiz, elminiz olanda və o elmləri məntiq ağılla bir yerə daşıyanda ayrı bir dünyalar yaşayacaqsınız. İnsanın xarakterinin mükəmməlləşməsi, bu filosofların vaxtında sizə indidən öyrətməyimin məqsədi odur ki, o dəfə onunla söhbət edirəm. Deyirəm ki, sən də uşaq vaxtı sənin yanında çoxlu filosoflardan, kitablardan oxuyurduq. Dedi, yox, mama, mən onu hiss eləmədim ki, mən də getdim onun şokunu instituta girəndə yaşadım. O uşaq vaxtı dərk eləmirdim. Amma hiss edirdim ki, gözəl bilgilər. Amma instituta girəndən sonra mən də tamamilə başqa bir aləmə keçdim, ayrı bir dünyaya keçdim. Şimdi ona görə siz də vaxt hiss edəcəksiniz. Ona görə mən çalışıram ki, sizi kənar təsirlərdən qoruyum. Həm oxumaqdan zövq alasınız, həm də ki, bu müdürlük akademisində xarakterə, bilgiyə aid, filosoflara aid bilgiləri öyrənməkdən zövq alasınız. Sonra keçək hamısına, sonra deyir ki, yolda tələsmə. Şimdi bunun o qədər mənası var ki, mən indi bunu yolda tələsmə. İndi hər halda bu yolda tələsmədən də nəyi nəzərdə tutur bilmirəm. Hər halda sonra nə deyir? Deyir ki, əllə danışmayın. Mötəzənin içində yazır ki, dəllik əlamətidir. Nə deməkdir bu? İsmail bəlkə sən izah verəsən, nə deməkdir bu? Mən əllə danışmıyorum. İndi sən təsəvvür elə ki, mən danışıram da. Yəni, mən əllə ancaq Deyəcəm, dənizdən. Dənizdə görüm nə demək istəyirsən? Mən yəni qarşımızdakına hörmətsiz olar da, yəni deyər ki, o bizim qarşısında hörmətsiz kimi yanaşmamızdan irəli gəlmir. O biz sadəcə daxili emosiyalarımızdan əlaqədardır. Biz danışırıq. Amma əslində qalsa əllə danışanda elə danışmalısan ki, ona deyirlər bədən dili. Onun dərsi tamam başqadır. O bədən dilində elə danışırsan ki, əlin sənin danışığına kömək edir. Çox yavaşlıqdan danışırsan, əlini tərpədirsən, yavaşlıqdan izah edirsən. Biri var deyirsən ki, bu olmur axı. Söz ifadə edirsən. Yəni ki, bir melodiya kimi, əlin sənin səsinə bir melodiya qatar. Çox yüksək, çox da yuxarı dillə danışmaq olmaz. O bədən dilinə aiddir. Ona deyirlər dəllik əlamətidir. Ona görə də bəzən... Mən sizə söz deyə bilərəm bir dənə. Buyur.
Mən deyirlər ki, qədim Misirdə mənim elə bil, mənim yazı növü yox, mənim elə bir işarələr var imiş. Mən bu işarələrdə mənim 800-dən çox imiş da. Mən bu işarələrin hamısını bilən insan mənim alim kimi, mənim insanların gözündə çox böyük insan kimi tanınırmış. Bilirsiniz oğlum, Misir mədəniyyəti ayrı bir sivilizasiyadır. Bax, indi təsəvvür edin ki, bir 100 ildir yaşanmışlar. Bizim dövrümüz bu axırıncı inkişaf dövrü bir 100 ilə əhatə eləsən. 2000-3000 illik bir tarixi əhatə eləyir. Sözsüz ki, bu tarix görürsən, hələ Misirdə Misir ilhamlarının tikilişini aça bilmirlər ki, mənası nədir? Çox şeyləri aça bilmirlər ki, çox bilgiləri açıqlaya bilmirlər. Böyük bir mədəniyyət olur, sivilizasiya olur. Sən bunu bizə gəlib çatanı da var, çatır. Məsələn, Misirin axırda gəlib pişiyə sitayiş edirlər. Yəni bir anormallıqları da olubdur. Amma kahinləri, onun elm adamları bilgili olublar. Şumerlərdə də olubdur. Babillərdə də olubdur. Aşurlarda da olubdur. Və Misirlərdə də olur. Ondan qabaqda da orada başqa bir antik mədəniyyətlər olur. Deyilənə görə onlar suyun altında qərq olubdur, bilmək olmaz. Amma bunların hamısında, heç birində insan fəlsəfə bu qədər inkişaf eləmir. Bunlar gəlib Yunanistanda özünü tapır. Siz təsəvvür edirsiniz? Bəzən elə filosoflar olur ki, aylarla, illərlə çıxıb gedib öz-özünlə düşüncəyə, başqa aləmlərə qərq olur. Təsəvvür edirsinizmi? Baxırdın küçələrdə, meydanlarda filosoflar dərs deyirdilər, öz fəlsəfəsindən danışırdılar. Sən bir o meydanlarda, onların interneti, kinoyu, teatrı, gəzməyi olar idi. Və sən o bir mühitdə böyüdüyün halda sözsüz ki, fəlsəfə sənin baş tacın olacaqdı, başqa bir yox. Misirin də özünə uyğun mədəniyyəti olubdu. Amma onlarda mərkəzdə insan olmayıb. Öz qayda qanunları olubdur. Əkinidir, biçinidir, tikintiləridir, digər elmlərdir, astroloji elmləridir, o kahinlərin çox bilgiləri olub. O Babildə də olub, ondan sonra Şumerlərdə də olub, onlarda da. Gəlib bizə ad çatıbdır. Çünki yazılı mənbələr o qədər tapa bilmirik. Amma elə bir olmasa sivilizasiyanın mənbəyini qoyubdur. Bəşəriyyətə bir mənbə verə bilir. Bu mənim desən, Zalət Qanacalar qoy taxaq bunu telefonu işləyir. İndi deyirəm ki, sizə dərsi az keçirsəm, görürəm ki, yox, vaxt gedir. Sonra deyir ki, uşaqlar, çox gözəl bir söz deyəcəm. Vallahi, mən qıramıyım, məcburam oxuyam. Deyir ki, deyir, qızı qız yaşında, amma qadın ağlı ilə ərə vermək lazım. Bax, qızlar yaşı ötəndən sonra ərə getmək istəmirlər. Ətrafımız doludur hamısı. Amma əslində qalsa, mən belə hesab edirəm ki, ailə qurmamaq o ki, insanlara aid. Barmağını vurma oraya, bir yerdə otur, dəniz. Ailə qurmamaq o adamlara xasdır ki, bilirsən ki, bu adamlar elmlə məşğuldurlar. Bunlar bilim adamlarıdır. Bizdə məsələn Mirzə Canzadə var idi, akademik. Mənim yanımda bizdə dərs deyirdi, mənim üstə oxuyanda. Mən hələ o insanı o yaşda tanıya bilmirdim kimdir. Təsəvvür edirdin, gedirdi Amerikada dərs deyirdi, gedirdi Moskvaya gedirdi, gedirdi İngiltərəyə gedirdi, Türkiyə gedirdi. Qeyri-adi bilgili insan idi. Mən bəlli bir yaşa çatandan sonra dedim ki, ilahi, mən kimin yanında oxumuşam, mən nətər bu akademiki tanımamışam. Amma evlənməmişdim. Bilirsən ki, bu adam evlənməyə bilər. Çünki bu bilim adamıdır. Bunu başa düşürsən. Yoxsa normal adamlar ailə qurmalıdırlar. Gənə onu da o qədər də özənləmirəm. Amma ki, ailə qurmalıdırlar. Qız da vaxtında ərə getməlidir, oğlan da vaxtında evlənməlidir. Amma önəmli olan o ailənin içində özünü xoşbəxt eləməkdir. Xoşbəxtlik deyəndə də uşaqlar, xoşbəxtliyi qarşı tərəfə bağlamayasınız. Bunu da gələcəkdə dərslərimizdə keçək. Xoşbəxtlik insanın qarşı tərəfi deyil, boş söhbətdir. Dəlicəsinə birini istəyə bilərsən. Amma 2 ildən 3 ildən sonra görürsən ki, əlinə bir az qalıysan, avtomat alıb birinci onu öldürəsən. Təsəvvür edirsən? Çünki o da keçəri ötəri hisslərdir. Ailə başqa təməllərin üstündə qurulur. Ona görə də insanın xoşbəxtliyi insanın daxilindədir, özünə bağlıdır, heç kimə bağlı deyil. Xoşbəxt olmaq istəyirsənsə özünə bağlanırsan, heç kimə yox. Başqa insanlara bağlandığın halda bədbəxt olursan. Onun da səbəbləri var, bəlli bir yaşdan sonra keçəcəm, bu dəqiqə yox. Xoşbəxtliyi özünə bağlayırsan, hissinə, duyğuna. Xoşbəxtlik məfhumuna ömürlük bir hiss deyil. O da bir duyğudur, bəlli bir dövrü keçir. Amma mən sizə Schopenhauer keçəcəm. Schopenhauer da deyir ki, xoşbəxtliyə odaqlanma. Az əzab çəkməyə odaqlan. Çünki insan yaşlaşdıqca qarşılaşdığı problemlər var. Qaçılmazdır və bunlar sən həyatda uzur. O Schopenhauer oxuyandan sonra, başqa bir fəlsəfəyə sahiblənəndən sonra həyat səni o qədər də üzmür.
O qədər üzmür səni həyat. Bu qədər bunun haqqında danışmayaq. Deyir, güclə heç bir şey görmə. Deyir, güclə heç bir işi görmə. Yəni, sənə Mən əzab gücünü verir. Nətəri? Mən gücünü lazım olan işlərdə istifadə et. Bir mən fəlsəfə oxudum. O fikir, indi o kitab buradadır. Mən onu sizə, onu keçəcəm onu sizə. Qraseynidir deyəsən. Görüm kimin əsəridir, o buradadır mı? Bax bu Qraseyn. Bax bu əsər var. Bu mükəmməl bir əsərdir. Bundan da keçəcək. Orada çox gözəl bir cümlə işlətdi. Məndə belə bir xüsusiyyət vardı. Allah Taala canı fid olsun. Mənim bir dənə nemətdən hal eləyibdi. Deyir ki, o kitablarını oxuyuram, altdan xətt çəkirəm, sonra da seçirim. Deyir, seçilmək çox gözəl xüsusiyyətdir. Amma seçilənlərin içindən birini seçilənin içindən lazım olanları seçmək hər adamın işi deyil. Təsəvvür edirsiniz uşaqlar? Bəli. Qızıldır. Buna qızıldır. Siz bunu hələ yox gələcəkdə xırdalayasınız. Yəni hər adam seçməyi bacarmır. Seçməyi də bacarmaq lazımdır. Başa düşdünüz mü uşaqlar? Ona görə də o sən nə dedin Bayram, mənə de görüm. Güclə heç bir iş görmüyor qarşısında. Nəsə dedin? Yoxsa daha da yapma. Nəysə sən deyəməm. Sonra keçək buna, sonra başqa gedək. Öncə bunlar hamısı ayrı-ayrı filosofların fikirləri daha. Deyir ki, uşaqlar, bu pediatrdır, bu onun fikridir. Deyir, rahat yaşamaq istəyən hökmdar özünü izələrlə deyil, xalqın məhəbbəti ilə mühafizə edir. Yəni, gedib başqa ölkələri indi keçirik də tarixdən. Hansının axırı yaxşı qutarır? Heç birinin. Hamısı şey olur, süqut edir. Çox süqut. Süqut edir. Dünyada qeyri-adi hökmdarlardan biri Monqolların hökmdarı kim idi? Çingiz xan. Çingiz xan öləndə, danışdım da sizə, Çingiz xan öləndə onu gedir, əskərləri basırır, üstündən də tapdalayırlar. Hələ də Çingiz xanın qəbrini axtarırlar, tapa bilmər. Onu basırın əskərləri də öldürürlər ki, onu heç kim bilməsin yerini. Təsəvvür edirsiniz uşaqlar? Təsəvvür edirsiniz? Nə demək? Sonra? Mən tapırsa nə olacaq ki? Bala, hamı onu ziyarət edəcək, onlar üçün maraqlıdır. Tarixi şəxsiyyət də dəxli yoxdur ki, o milyonlarla insanın qanına səbəb olur. Şəxsiyyətdir, bunu qəbul eləmək lazımdır. Sonra Pitakın sözlərindəndir. Deyir ki, bərəkətli nədir? Deyir, vaxt. Vaxt mı yazıqdır? Hə, vaxt. Sonra gizli nədir? Gələcək. Niyə deyir gizli gələcək? Gələcək niyə gizlidir? Taplar. Yəni, biz gələcəkdəki işlərimizi bilmirik də. Gələcək bilmirik. Etibarlı nədir? Torpaq. Uşaqlar, bağlayın, səs verirsiniz, bağlayın. Deyir, etibarsız nədir? Dəniz. Dəniz də etibarsız. Dəniz, sən də etibarsızsan. Uşaqlar, bağlayın. Kimsə yerə atın. Loğman, bağla. Bayram, sən də bağla, danışanda çarsan. Deyir ki, qulaq asın uşaqlar, gör nə gözəl. Falesdən danışır. Fales də gözəl filosofdur. Fales deyəndə ki, həyatla ölümün heç bir fərqi yoxdur. Eşidirsiniz nə deyir? Fales deyir ki, Yunan filosof deyir, həyatla ölümün heç bir fərqi yoxdur. Soruşanlardan da biri deyir ki, bəs sən onda niyə ölmürsən? Eşidirsən, Fales deyir. Fales deyir, o fərqi yoxdur da. Yaşadım ya, öldüm, ikisi də bir şeydir, fərqi yox. Filosoflar hazır cavab olurlar, amma çox fəlsəfi dərəcədən dərinlik hazır cavablı olurlar. Belə tezcə qısa və konkret. Deyir ki, Falesə sual verirlər ki, ən güclü şey nədir? Deyir, zərurət. Zərurət bilirsiniz nədir uşaqlar? Hansı ki, biz ona toxuna bilmərik, olacaqlardır. Yəni, olumdur, ölümdür, vacibatlardır. Yəni, artıq elə bir zərurət ki, yəni, artıq bu yazılıdır. Bunu heç kim tərpə edə bilməz. Deyir, ən güclü olan odur. Deyir ki, ən çətin şey nədir? Deyir, öz-özünü dərk eləmək. Nə deməkdir bu? Kim deyə bilər? Öz-özünü anlamaq. Əsmər, sən nə deyə bilərsən bu haqda? Mənim öz-özünü dinləmək, yəni... Dinləmək yox, dərk eləmək. Malik,
Oğlum sen hoş geldin. Baxda gözləyirik. Sən hardasan? Deyərsən. Malikdən səs gəlmədi. Sən də kim desin? Mən deyim. Görevleri sayın girebilmedim. Tamam canım, tamam. Doğrularını səhvlərini bilmək. Sən özün mü dedin yoxsa qıraqdan mamam mı dedi? Bax düzünü de. Mən deyəcəkdim onu. Hə, bu gələndə heç dərsə girmirdi. Gücdən onu dərs 30'du. Hadi gözü fəlsəfə xırdalar. O sal siz məktəbdə vermişdiniz. Ay sağ ol. Hə. Fərid dedin mama mı dedi, özün mü dedin? Hə? Fərid sənlə? Fuat. Ay Fuat sənlə dönəm. Hardasın? Bir cavab ver dənə bana. Mən dedim utanır cavab verməyə. Sən Mən dedin. kömək elədim. O Ay. özü bilir, prosto demir, utanır. Və yaxud da içərisində deyir, burada mənə deyir. Ha, bak bu bizim Deyirəm danışdım, aç. bak bu Açmır. bizim valideynimizdir. Gülə xanım çox gözəl xanımdır. İnşallah mən Şəmkirə gedəcəm yayda. Allah qismət eləsin. Ha, çox güclü, çox güclü qadındır. Halal olsun sənə. Sevirəm səni. Sağ ol, Allah Sonra canınıza sağ ol. deyir ən asan şey nədir uşaqlar? Bax təsəvvür eləyin ki, bu qızıl xırdalı idi. Görün nə deyir. Sizcə ən asan şey nədir? Polisə sual verirlər. Mən çəkinirəm, amma əlacım yoxdur. Hərdən məcbur qalanda deyirəm, köhnə xarakterimdə oturmuş bir xüsusiyyətdir. Bax görürsən ona görə çalışıram ki, aşağı sinifdə sizi imkan vermir. Deyir ən asan şey nə? Deyir başqalarına məsləhət vermək. Düz deyil uşaqlar. Adama o qədər qıraqdan Bəli. məsləhət verən var. O qədər qıraqdan məsləhət verən. Hə? Bəli. Heç Doğrudur mənim, bəli. Heç istəmirsən, hamı sənə özünü ağıllı kimi başın üstə durur sənə məsləhət verir. Deyirsən, mənim ehtiyacım yox, deyirsən. Sözsüz ki, ağıllı məsləhət hamının ehtiyacı var. Amma ki, çoxu da adama məsləhət verir. Amma bilirsiniz, uşaqlar, daha dərin söhbətlər haqqında biraz sizlə böyüyəndə eləyəcəm bu dəqiqə. Daha Mən dərin Allah məsləhət qismət eləsin. Hə? Mən məsləhət verirəm dostuma. Sən kimsən məsləhət verən? Dəniz mi? Bəli. Halal olsun. Nə məsləhət Bəli. verirsən? Qız 2 alır, yəni deyirəm ki, anan əziyyət çəkir də, yəni oxu da sən gələcəyin üçün eləyir. Hə, çox sağ ol. Bax, gözəl məsləhət. Həyat meydandır. Kim yaşamağa gəlir, kimi alverə, amma xoşbəxt tamaşaya, xoşbəxt nədir? Tamaşaya gələnlərdir. Bunu bilmirəm. Bunun haqqında nə dərinliyi var, biraz mənə kənar qalır. Deyir, xoşbəxt həyat meydandır. Kim amma mənim başqa cür fəlsəfəm var. Bir həyatla bağlı. Başqa nədir? Özbaşınalıq yanğın kimidir. O saat söndürmək lazımdır. Özbaşınalıq nədir uşaqlar? Heç kimi sadəcə hər kəs öz bildiyini tutur. Yəni bir böyük yox, bir kiçik yox, eşidən yox. Deyil nə deməkdir öz başına olur. De görüm bu adam, de. Yəni heç kimi dinləməyib özün öz bildiyini eləmək. Ay, ona görə deyir, onu yerindəcə söndürmək lazımdır. Yağın kimi şeydir. Gərək onu qoymayasan qalmağa. Ha. Bax, bu çox gözəl misaldır. Çox dəhşətli də bir misal. Deyir, müharibə hamının və hər şeyin atası və şahıdır. Doğrudan delədir. Uşaqlar, müharibə çox acınacaqlı bir durumdur. Müharibə hamının və hər şeyin atası və şahıdır. Yəni, müharibə, o vaxt da Antik Yunanistanda şəhər dövlətləri var idi. Təsəvvürlə ki, dövlətlər, hamısı şəhərlər dövlətdir. Bir-birini qırırdılar Antik Yunanistanlılar. Yəni, birindən bir filosof ölüm hökmü verəndə qaçıb başqa şəhərə sığınırdı. Da onunla da qutardı, həyatını yaşayırdı. Bax, deyir ki, nadanlığı nə qədər gizlətsən də şərab məclisində üzə çıxacaq. Bu nə deməkdir uşaqlar? Bunun izahını kim verə bilər? Müəllim, yəni müəllim, nə qədər səhvlər etsən, nə qədər yalan danışsan, təzədən hamısı doğru olacaq da. Nadanlığı nə qədər gizlətsən də şərab məclisində üzə çıxacaq. Mən deyim. Günay müəllim, Uşaqlar əl qaldırsın. Kim demək istəyirsə, açsın ekranını əl qaldırsın. İsmail, sən deyil. Yəni o demək ki, yəni içki içəni insan bildiyi bilmədi, hər şey deyir. Bildir ki, kontrol qutardı. Nə danışdığını bilir, nə də hərəkətini bilir. Ona görə içmək çox apasındır. Sonra, təbiət gizlənməyi sevir. Ay, sağ ol. Təbiət gizlənməyi sevir. Baxır yerdə.
Elə yer var ki, orada həqiqətən də indiki dövrdə məsəl üçün işini görmək üçün reklamı eləməlisən. Bəzən görürsən TikTokda 50 dənə itlə tutaşdıram, amma məcburam reklamı eləməliyəm. Başa düşürsən, otur kimisə biri giz yazır, polisə verirəm, giri bunu, amma başqa yolum da eləməliyəm. Amma bu o demək deyil ki, mən işimi yarımçıq qoymalıyam. Yox. Fikirləşirəm ki, başqa bir yol seçim. Çünki qarşısına məqsəd qoyan adam ayağının ucundakı çıngıldaşlarına fikir verməməlidir. Mənim sənin onu bir məqsədim olmalıdır. Çünki mən çalışmalıyım ki, axmaq adamlar mənə mane olmaq istəyənlər, istər yaxşı olsun, istər pis olsun, istər yaxınım olsun, istər uzağım olsun, qarşıma bir məqsəd qoymuşamsa, mənim kənar qüvvələr haqqında düşünməyə vaxtım yox. O məqsəd orada məni gözləyir. Və mən getməliyim, onu da əldə eləməliyim. Oğlum yaxşı bir misal çəkdi bir dəfə. Antik Yunanistanın mifologiyasına aiddir. Onların elə bir ki, dini mifologiyalarına aiddir. Deməli, Zevs kimisə cəzalandırır. Onları indi biz ümumiyyətlə sənət tarixində keçirdim onların çox haqqında. Onların Allahı olur, Zevs, Allahların atası olur. Onlarda da görürsən, ayrı-ayrı dinlər olur. Sokratı niyə edam edirlər? Deyirlər ki, Sokrat bizim Allahlara inanmır. Heç nəyin üstündə elə bir böyük filosofu idam edirlər. İki səbəbdən biri. Zevs kimisə cəzalandırır, o da necə cəzalandırır? Deməli, o bir dənə dağın başına ömrü boyu kürəyində iri bir daş olur. O daşı qaldırır, dağın başına qalxanda daş yerə düşür. O insan deməli, həyat davam elədikcə, kainat davam elədikcə, o dağın başına daşı qaldırır, o daş yerə düşür. O daşı qaldırır, o daş yerə düşür. Məqsəd də belədir. Sən belə o cür getməlisən, başqa yolu yox. Və hərdən mən Nizami Gəncəvinin bir dənə hekayəsi var, uşaqlar. O metroda da onun şəkili var. Siz uşaq vaxtı keçirsiniz. Kürəyində balaca vaxtı balaca inəyin balası olur. Onu çiynində göyə qaldırır. Balaca buzov. O uşaqlıqda qaldıra. Bilmirəm uşaqlar, yadımdan çıxıb onun hekayənin adı. Fitinə nəsə bilmirəm. O onun kürəyində böyüyür, uşaqlıqdan o qədər qaldırır ki onu, artıq onu düşünür gəlir. Həyat belədir. Haçansa bütün, nəysə bizə aid. Deyir, bu kimin fikridir? Bu Anaxaqor, o məşhurlardandır. Deyir, haçansa hər şey bir yerdə olub, ağıl sonra onu ayırıb. Bəlkə çox o tərəfə getməyim uşaqlar, çox da sizi yormayım. Demokrit, sizə gələn dəfə danışacağım Diyogendən. Diyogendən də bir də Demokritdən danışacağım. Aristoteli danışaq, gələn dəfə o birisindən danışacağım. Çünki mükəmməl adamlar olublar, mükəmməl filosoflar, onların haqqında danışacağım. Keçən dəfə... Hə? Mən dərs tutaradım. Saat neçədir? Nə qədər, valla sizi yormaq istəmirəm, mənim üçün problem deyil. Mən sizi yormaq istəmirəm. Bax uşaqlar, bax bu mənim hər gün dediyim sözdür. Hər gün dediyim sözdür. Bax qulaq asın, gör nədir. Bu Antisefin fikridir. Deyir ki, qocanın, yox, bu da başqa şeydir. Qocanın nöqsanlarını qeyd etmə. Qoca ağacı çıxardıb başqa yerə əkəndə bitməz. Hə, uşaqlar. Mən təlim keçirəm, dərs keçirəm. Gedirəm, yaşlı adamlara da oturur təlim keçirəm. Məni çağırdılar, hədəf yoxdur. Hədəf kursları tanıyırsınız, uşaqlar. Bəli. Bəs gedən kurslardan biridir. Uşaqlara illiyi 8.000-dir. Təsəvvür edirsiniz? İlliyi 8.000. Məni çağırdılar, oranın böyüyü çağırdı. Adı nədir? Sadiq, bilmirəm nədir, adı nədir? Nərimanov da İnqilabdadır. İnqilabda yerləşir. Getdim oranın böyüyünlə görürdüm. Şəmil Sadiq. Buradan göndərdilər məni. Mən orada dedim ki, mən sizin uşaqlara dərs deyərəm. O da mənə dedi ki, müəllimə, uşaqlar fikir verirsiniz mən. Bax, diqqət, gör Allahın işidir, gəlir sizlə paylaşıram onu. Mənə dedi ki, müəllimə, mən sizdən çox razılaşıram. Amma dedim, bu valideynlərin belə bir xəstəliyi var. Deyirəm ki, nədir? Deyir, müəllimə, bu valideynlər üçün maraqlı deyil ki, onların uşaqlarının dərin bilgisi olsun,
fəlsəfəsi olsun, müdrikliyi olsun. Onlar deyir ki, mənim uşağım getsin, instituta girsin. Azərbaycan da riyaziyyat axtarır, deyir. Bunlar ingilis dili axtarır. Deyirəm ki, müəllim, o diplom onları xoşbəxt eləyirmi? Dedi, yox, müəllimə, xoşbəxt eləmir, amma bu valideynlər bunu istəyir, deyir, mən nə eləyim? Mənə dedi ki, gəlsən müəllimlərə də. Uşaqlar, eşidirsiniz, orada dəstəyən müəllimlərə. Dedim, mən eləmirəm. Dedi, niyə? Dedim, xeyr ola, o qədər pul alırlar. Getdin özləri üzərində çalışdı da. Mən uşaqla işləyəcəm. Dəniz sakitdir bir yerdədir. Dedi, indi uşaqlar, mən niyə müəllimlərə dərs demədim? Deyərdim sizə, niyə demədim? Bilirsiniz, niyə demədim? Çünki bəzilərini çıxmaq şirtənin əksəriyyətində təkəbbür var. Hamısı özünə ağıllı hesab edir. Təsəvvür edirsinizmi? Cavan uşaqsınız, hamınız balaca pöhrən ağaclarsınız. Bu il sizin beyninizə nə toxunturlasam ondan gedirsiniz. Amma qocalar, əksəriyyəti də xoşbəxt deyil həyatda. Arxasını pişik kimi yerə vurmurlar. Səhvlərini də etiraf eləmirlər, özlərini də ağıllı hesab edirlər. O ağac, bax, qoca ağacdır. Qoca ağac əymək olar. Bir dənə qoca ağacı, bir dənə ağacı xart, buradan qırılacaqdır. Amma cavan pöhrə ağacı qaldırdın, böyrünə də bir dənə mıxça bağladın, kəndirlə də bağladın, düppədüz gedəcək. Və ona görə mən sizi kimi pöhrən ağaclarla işləyirəm. Qocalar mənə lazım deyil. Qocaları sevirəm. Sən bədəndən qoca ola bilərsən. Bədəndən qoca ola bilərsən. Amma beyindən cavansansa səni sevirəm. Ağıl, beyin də bilgicə qoca ola bilərsən. Başa düşdünüzmü siz məni? Ona görə də yaşlı, ona getmədim ona. Onlara dedim, mən getmirəm. Uşaqlar deyir ki, yaramaza hakimiyyət vermə. Dəliyə qılınc vermək kimi bir şeydir. Dəliyə qılınc versən ağadır. Qabağında durmaq olmaz, qaş gizdə. İndi bax, elə ağzsız adama hakimiyyət də verəndə o vəziyyətdədir. Bir dənə söz deyəcəm. Deyir ki, iki dənə söz deyir. Allah buna antisef, ona görə antisef məşhur adamdır. Elə belə filosoflardan deyir. Deyir ki, antisef demişdir ki, quzğunlara yem olmaq, yaltaqlara qulaq asmaqdan yaxşıdır. Yaltaq adamlara qulaq asmaq düzgün deyil. Çünki birincilər ölüyünü didib yeyirlər. Quzğunları görürsünüz də, bu qarğalar zatlar gedir, leşlə, meşlə qidalanırlar. Amma ikincilər dirini yeyirlər. Yaltaqlar gedir, ağaçda görürsən mi? Qızıl xırdalı. Sonra deyir ki, ağıl ən möhtaç sığınacaqdır. Ən möhkəm sığınacaqdır. Çünki ağıl adama həmişə kömür. Uşaqlar, insana ən çox tərk eləməyən, adama hər şeyi, həyatda qarşılaşdığı, istər maddi, istər mənəvi, çox bildiklərini sizi tərk eləyə bilər. Amma bir dənə bilgi, bir dənə də ağıl heç vaxt adamı tərk eləmir. Ona görə sağlaşın ki, o həmişə sizə qazanc və düz yol göstərəcək. Və onun da sizin heç kimə ehtiyacınız olmayacaq. O sizin həmişə buradadır. Mayaqdır sizə. Hər ikisi sizə güvənç və mayaqdır. Sonra deyir ki, düşmənlərinlə hesaplaş. Birinci, onlar sənin nöqsanlarını göstərəndə. Amma açıq söz deyim, uşaqlar. Mən sizə bir söz deyim, açıq etiraf edəcəm də. Birinci kitabı yazanda çox ədiblər var idi. O birisi kitabımda. Bir dənə qız var idi, həqiqətən də. Belə xarakterimiz fərqli idi də, biraz kənar gəzirdim. Belə gördüm ki, getdi hamının yanında dedi ki, buna bax, Bahar yazdığı kitab da böyük şəxsiyyətlərdən çox misal göstərir. Heç sözünü yazdığı deyil. Mən həqiqətən də barmağımı dişlədim. Dedim, bax, bu məni qəlbi götürmür, amma düz dedi. Mən ikinci dəfə kitabı yazanda başqa ədiblərdən bacaran qədər az misal çəkdim. Amma əslində qalsa orada din xadimləridir, alimlərdir, filosoflardır, onlardan misal çəkirdim. Ona görə uşaqlar, bax, indi siz özünüz ki, həyatda mübahisə elədiyiniz adamlar olur, dalaşdığınız adamlar olur, xoşunuz gəlməyən adamlar olur. Onlar sizi incitmək üçün həmişə zəif yerinizi göstəriblər. Çalışır ki, zəif halqanızdan vuralar sizi. Hansısa bir xarakterinizdə bir zəiflik varsa, oradan sizi sındırmağa çalışırlar. Ona görə bəzən düşmənlərin dediyini qəbul eləmək lazım. Bu qədər sizi yormaq istəmirəm uşaqlar. 1 saat yarım oldu. Sizə nə təəssürat bağışladı? Kim fikrini ifadə edə bilər? Mənim üçün siz gələcək təlimçilərsiniz. Maraqlıdır ki, kimsə bir fikir söyləyə bilərmi? Sadəcə nə hiss elədiniz, nə yaşadınız? Bu gecə sizə nə bəxş elədi? Bu haqda kim nə deyə bilər?
Yeni həyat tərzi. Bir cümlə ilə ifadə eləmə. Çalış ki, bilirsiniz uşaqlar. Mən sizə bir dənə onu Əli dinlədi. Hitlerin yavərinin çıxışını sizə gələcəkdə qulaq asdıracağam. Bir insanın bir danışıq tərzinə qulaq asırsınız ki, uşaqlar, dünyadakı insanların düşüncə və təfəkkürünü kim idarə edir ən çox? Peyğəmbərlər. Bax görürsünüz, müsəlmanların əksəriyyəti Musa peyğəmbərin, xristianlar İsa peyğəmbərdir, yevreylər özlərinin Musa peyğəmbəridir, buddistlər özlərinin inançlarıdır, hamısı. Onlar, məsələ filosoflar, alimlər, onların hamısı insanlar idarə edir. Mən danışmasam, mənim düşüncəm sizə çata bilər? Yox, heç cür çata bilməz. Ona görə də uşaqlar, nə düşündüklərinizi ifadə eləməyi bacarmalısınız. Gələcəkdə biznesdə ola bilərsiniz, təlimçi də ola bilərsiniz, müəllim də ola bilərsiniz, mühəndis də ola bilərsiniz, həkim də ola bilərsiniz. Pul qazanmaq danışığınızdan asılıdır. Düşüncə və danışığınızdan asılıdır. Bilgi və sənətiniz də içində olmaq istəyirsən. Ona görə danışmağı öyrənməlisiniz. Fikirlərinizi ifadə eləməyi öyrənməlisiniz. Fikirlərinizi çiğnənmiş eyni sözlərlə yox, fərqli ifadələrlə. Bəzən türklərə, başqa bir millətə danışanda daha bizə xoş gəlir. Çünki beynimizin qırışları açılır. Eyni işlənmiş məişət psixologiyasından gələn fikirləri söyləmir ki. Həmişə fərqli deyimlərlə deyirlər. Ona görə də inşallah Allah qismət eləsin gələcəkdə danışıqlarınıza çox gözəl terminlər qatın, çox bənzətmələr qatın. Şərt o deyil ki, kimisə dediyini deyəsiniz. Yox, bax görürsünüz, o peyğəmbərlər də insanlara bütün dinləri, o düşüncələri, o kəlamları hamısını danışıqla gətirir. Buna görə danışmağı bacarmalısınız. Vallahi da, billahi da ailələriniz Allah qismət eləsin gələcəkdə sizi danışıqlarınızdan, düşüncələrinizdən bəlli bir hörmət yerinə qoyacaqlar. Dostlarınız da o yana qoyacaqlar, işlərinizdə də siz ona qoyacaqlar. Ona görə mən çalışacağım sizə bu düşüncə və danışıq tərzinizdə bacaran qədər əlimdən nə gəlir sizə kömək edin. Amma yenə də bir fikir söyləməkdə çətinlik çəkdiniz. Bu sizin cəsarətinizdən dolayıdımı, yoxsa söz ehtiyatınızın olmamağından dolayıdımı? Niyə cavab yoxdur? Mən söz ehtiyatımızın olmadığından. Sən də deyə bilərsən? Hamıdan bir soruşacağım, hamı öz fikrini desin. Ya bugünkü gün ona necə təsir elədi? Müdürlük akademisinə girmək, gəlmək istəyirmi? Bizdən bir yolculuğa çıxmaq ona necə təsir eləyir? Hansısa bir fikir söylə. Burada nə var ki? Yaxşıdır. Yaxşı demək deyil, yaxşı ilə getmir. Uşaqlar, fikir deməyi öyrənin. Onu da necə deyirsiniz? Onu həm öz-özünüzdən danışmağı öyrənin. Daxilə bir fikir söyləməyi öyrənin, bir danışıq deməyi öyrənin. Məsələn, bir yerə gedəndə, mən sizə bir söz deyim də həmişə. Mən məsəl üçün qarşılaşırıq, hadisələrlə qarşılaşırıq. Bəzən elə hadisələrlə qarşılaşıram ki, sırada məni kimi insanlar o hadisələrdə sınır. Hər şey yarı yolda qoyur. Ancaq mən belə hesab edirəm ki, həyat ondan ötəri deyil. Həyat ondan ötəri deyil. Həyat bilirsən nədir? Həyat səni yıxanlara qarşı tik duruşundur. Sən özünü yıxmayınca səni heç kim yıxa bilməz. Əgər sən ki, döyüş olur, uşaqlar, Olimpiada oyunlarında döyüşlərə baxmısınız? Hə? Necə ilə? Nə vaxt uduzduğunu qəbul edirlər? Döyüşəndə ki, əlinin arxasını yerə qorsan, hə? Onda nə olur sənə? Nə deyirlər? Sənin uduzduğunu, sən deyirsən ki, yalı mən qəbul elədim. Ağ bayraq qaldıranda da bizə. Ağ bayraq başqa tərəfdir, onun doğru tərəfləri. Mən səndən asılı olan tərəflərdən deyirəm. Əlinin arxasını yerə qoymamalısan, heç vaxt. Və sən də bir dəfə, iki dəfə, üç dəfə sən görəndə ki, sən axıra qədər gedirsən, heç kim sənə qalib gələ bilmir. Adamı birinci yıxanda adamı özü yıxır, adamı qaldıranda da birinci özü qaldırır. Çünki adamın içindəki mən var, danışdığın mən var. Həmişə onunla bir yerdəsən, onunla söhbətdəsən, onunla ünsiyyətdəsən. Ona görə də özünü gücləndirməlisən. Mən həyatda həmişə düşmənlərimə minnətdarlıq eləyirəm birinci. Düşmən deyəndə düşmənim yoxdur. O kimdir ki, boş söhbət duran? Üzümə qapı bağlayan insanlara minnətdarlıq eləyirəm. Onlar mənə həmişə qapı bağında deyirlər ki, sən mənim qapımdan da yuxarıdakı qapıya layaqsan. Mənim qapım sənin yerin deyil. Və zaman onun dediyini təsdiqləyir uşaqlar. Sizin də elə gücü görmək istəyirəm.
Başa düşürsünüz? Hər biriniz inşallah mən gözləyirəm ki, toplum qarşısında yüzlərlə insanlara, həyatınızda minlərlə insana istər psixoloji tema qarşısında, istər həyat fəlsəfəsi qarşısında dərs deyə biləcək qədər gücə sahibsiniz. Çünki siz elə yaşdasınız ki, sizin qarşıda öyrənə biləcəyiniz çox gözəl illəriniz var. Bu da o qədər də gec deyil. Birinci, ikinci kurslar. Mən cəsarətli insanları sevirəm. Araşdırmacı insanları sevirəm. Axtarışda olan insanları sevirəm. Bilgiyə dəyər verən insanları sevirəm. O insanlar yaşama dəyər verən insanlardır. O insanlar həyatı yaşaya bilən insanlardır. Şərt o deyil ki, mənim üçün milyon qazanmaq da boş şeylər. Normal həyatını yaşayasan, ailən olsun, maşının olsun, evin olsun, eşin olsun. Bir də ildə bir dəfə putyovkaya git, 2 dənə putyovka ilə gəzməyə gedinə. Yeri gəldi özün üçün tək başını götür, bir gəzməyə get, bir yerə get, kitabını oxumağı bacar. Ətrafında özün kimi məziyyətli, düşüncəli insanlar olsun. Yəni belə demirəm, gündə bir bərk gedənliyi elə. Amma belə bayağı bu öz milli çatışmamazlıqların dalından gedən adamları da sevmirəm. Özünə məxsusluğun olsun, öz dəyərin olsun. Onu da bu bilgi ilə öyrənirsən. Bir də ki, mütləq oxumalısan, savad qazanmalısan, bilgi adamları başqa yerlərə qoyur. Yəni, bir elit səviyyən olur, düşüncən olur, gəzməyin olur. Allah qismət eləsin, sənət tarixini isə keçəndə görəcəksiniz ki, həyatda nələr var və hər biriniz Avropa muzeyləri gəzməyə gedəcəksiniz. O qədər sizi yormayın, mənə nə var, saatlarla danışaram, istəmirəm sizi yorum. Amma yenə bir fikrinizi söyləmədim. Başa düşmədim, bu boyda şu an. Malik, sən nə deyə bilərsən? Oğlum, qadın başına dönüb, sən nə deyə bilərsən? Hə, Malik, bir fikrin var? Fikrim yoxdur mənim. Fikrin yoxdur, amma gələcəkdə fikrin olsun. Mən belə susqunluq üçün dərs demirəm. Sonra, Uğur böcəyi, bizim şəkərimiz sən nə deyə bilərsən, ay gözəl? Sakitcə qulaq asırsan. Mən bir dəfə gördüyüm kimi. Nədir canım? Mənim də fikrim yoxdur vallahi. Amma Mənim olacaq. fikrim var. Hə, bayram da görüm bayram. Sən oxumursan. Sənin həmişə fikrin var. Bunu yüksək qiymətləndirirəm. Amma bugün məni üzdün, yaxşı cavab vermədin. Bilirəm enerjini harcamırsan, o da məni üzür. Mən biologiya 3 dənəsində olmamışam. Bayram, səndəki potensial enerjiyə bələdəm. Gələcəkdə dərsləri qoymaq istəyirəm ki, mənlə beraber dərs deyirsən, çox təəssüf ki, üzürsən məni. Hər dəfə xəyal qırıqlığı yaşayıram. Görürəm ki, potensial enerjini lazım səviyyədə qoyamırsan. İstəmirsən, canındakı o xarakteri oturubdur səndə. Onu döyüşmürsən, içində onu arxasını yerə vurmursan. Həmişə ona təslim olursan. Yəni mən bu yaxşı idi. Mən sənin niyyətin yeni fikirlər öyrənirik, yeni filosoflar tanıyırıq. Ay sağ ol. Uşaqlar, bax belə açılışmağı bacarın. Bilirsən, çəkingən olmayın. Bilirsiniz, yenə də deyirəm, siz. Başlayıb ki, danışırsan, səndən sonra başlayır, görürsən, bir inci kimi tökülür özü yavaş-yavaş. Sözsüz ki, həyat necə öyrənir uşaqlar? Səhv eləyirlə öyrənirsən. Başqa yolumuz yoxdur, başqa bir seçənəyimiz yoxdur. Danışanda da səhv eləyirlə öyrənməliyik. Hərəkətlərimiz, amma böyük səhvlərdən yox, xırda səhvlərdən başlamalıyıq. Böyük risklərə girməməliyik. Xırda səhvlərdə eləyə-elə yuxarı qalxmalıyıq. Bəlli bir yaşdan sonra da böyük bizim risklər eləməyə, səhvlər eləmək dövrümüz keçir. Amma öyrənmək, oxumaq həmişə gözəldir. Başqa kim nə deyə bilər? Əsmər, səsin çıxmır. Məhəmməd, başqa vaxtı gür-gür gürlüyürsən. Məhəmməd, haradasan? Məhəmməd ekranı bağlayıb gedir. Güya ki, dərsə qulaq asın. Bax, özdə uşaqlar. Sonra da bunları belə tuturam, bunları tuturam. Məhəmməd, haradasan? Bax, sonra tuturam. İndi gələn dəfə onu qamçılayarıq. Uşaqlar, nə istəyirsiniz? Gələn dəfə nə haqda danışaq? Amma mən Sokrat istəyirəm. Sokrat yox, Aristotel. Olar mən... Gələn dəfə Aristotel haqqında danışacaq, Zeno haqqında danışacaq bir də, sonra Marcus Aurelius haqqında danışacaq. Mən çalışacağım elə insanlar haqqında danışım ki, onlar sizin həyatınıza yön versin. Uşaqlar, bu qədər, mən saat neçədən bugün birinci tələbəm nə vaxt idi? Yadımdan çıxdı, hansı tələbə ilə idim? Yadımdan çıxılmışım. Bilmirəm kimlə idim. Rəsmə getdim, rəsmdən qabaq kimlə? İsmail'lə idim. Bugün səhəri İsmail'lə açmışam. Bəli, mən.
Ay sağ ol. Hə, amma heç məni türklər demiş. Hə, türklər məni şaşırdım türklər demiş. Heç gözləmədim. Sonra Malik də gəldi, halal olsun. Çox məntiqli uşaqdır, xoşum gəldi. Görürəm ki, elə uşaqlar var ki, məsələn, mənə çətinlik verir, onları yaya saxlayıram. Görürəm ki, mümkün deyil, amma bu uşaqlar ikisi də halal olsun. Malik də, İsmail də çox qəşəng təfəkkürləri var. Məntiqi yüksəkdir. O uşaqlarla yolçuluq edəcəyik. Xarakterləri də xoşuma gəldi. Sonra məntiqlərdə. Uşaqlar, gəlin dəfə Aristotel haqqında oxuyarsınız. Aristotel haqqında oxuyaq. Mən şeyə niyə girə bilmirəm? Sənət tarixinə. Onun, görüm onu mən, kompüter xarab oldu. Onu üstüyə vermişəm. Onu çıxartdıra bilsəm, göndərəcəm, öz telefonunuza baxacaqsınız. Belə yaxşı alınır. Ya da təlim formasında burada keçirə bilmirəm. Çoxu rayon uşağıdır. Yoxsa nə var? Bakıda yıxaram, böyük zalımız var. Burada qəşəng ürəyin istəyən hər şey. Təlim keçirirəm, yemək, içmək, oturaraq təlimimizə qulaq asarıq. Amma keçirəcəm bir də. Uşaqlar, mənə görə qulluq. Hə? Kimisə sözü fikri var? Xeyr, mənim. Tamam canlarım, onda görüşərik. Mənim sabah kimlə dərsim var? Səhər kimlə dərs var uşaqlar? İsmail günortadan sonradır, 8'lər günortadan sonradır. Sonra baxacağım, axşam da kimlərin dərsidir? 6'ların dərsi var, 6'larla dərsim var, sonra Maliklə dərsim var, sonra bizim böcək, bu nədir? Uğur böcəyimiz var. Hamınızdan dərsimiz var. İnşallah görüşərik uşaqlar. Sağ olun. Mən gedim dincəlim, səhər dərsimiz var. Görüşərik. Sağ ol müəllimim. Amma gələn dəfə yoxlayaq. Yorulduq, bax yorulduq. Uşaqlara belə şeylər öyrətmək lazımdır. Uşaqlara elə şeylər öyrədirlər.